Yeri. Yerine. Yerine. Ne oldu? Ay kız, Terli, gel benim kızlarını tanı. Etsin. Buyurun. Benim kızlarını tanıyam, ondan eşim yok. Ben. Bu da sizin kızlarınız. Hoş geldin hocamlar bana, eğlen. Ne canım, ne de sensin? Nahoşları veremezsen. Yok efendim. Kızım, seninle bir şey kaldı hayatımda. Ben sana ele veririm. Kapıdan ne yaşıyorsunuz hemen? Sen elə ələ getməli yaşayırsan. Özün gözəl gözləyəcəksən. Sən əsl ələ getməli yaşayırsan. Mən söz verirəm. Ata ağzını tutmasın. Ben aileden değilim. Necə yəni ələ gedən deyiləm? Axı mən söz vermişəm. Ata bak beni evlenmemi isterse, idare ederim istersen. Buna danışır. Onda olsun Allaha, bax bu qulağından tutaram səni mıxlayaram divara. Başa düşdün? Ay yüzüne niye var abi? Sana bu ben önümde. Hele benim adamlarım. Hele ötük var. Bir de vay yüzüne. Bir de benim önümde. Bir de bizim evimiz olur. Sen benim adamlarım. Ay yüzüne. Ve sen atam verecek şu tazını istemeydi de. Gel gelin mesela. Yo maşallah yaxşıdır, yaxşıdır. Volkan Bey hoş geldiniz. Hoş geldiniz Süleyman Bey. Sen birine oxşatdın. Kimə oxşatdın Aysolda? Arşın Mazğalan var idi. Hansı ki səninlə iki başlı qohum olmaq istəyirdi? Bəli, düz deyirsən. Sən bunları aradan bilirsən. Aysolda elə istəmər idi də. Arşın Mazğalan sənə əsgər görsün. Yox kızım, hələ mən deyən olmadı. Bax əsgər, sənin bir oxtalan var idi. O doğrudan var idi. Ya çəli idi. Var idi, Aysolda var idi. Və sən onu nəfər aldın da, mən niyə başlayamışam? Söyləyək qalmasın. Ne bu bakalım? Allah başka demesin. Kızlarını takip ondan demesin. Hoş geldin. Hoş geldin. Hoş geldin Süleyman Bey. Hoş geldin. Süleyman sen odasında ne çelik kazanmışsın? Bilmem ki var ki. Havadan ne diyen kimler böyle senden öğrenmişsin. Deməli bu kələkləri sənin başının altında yapmışsın. Başına uzman olaraq.
Ağaç sormaz. Sizin sorunuz açın olacak. Oyun. Yani bu gün olsun. Bu değil. Bu gün olsun. Bir ağaç sormaz. Bir söyle bana. Kalan sana. Asya'daki Süleyman'ı da aldı. Resmi Çevre için yapacağız. Onlar da Onlar olmaz. da. Ben de. Yaşatmalı ve gelecek nesillere ötürmelidir. İlk sözü insanı dönüştürmelidir. Beyhan teyze. Teşekkür ederim. Ben de söz verdiğinize göre. Çok da tezgahıyım. Üç şöbede ben sözüm açıldı, çok söz aldım. Bugün ruhumuz incəsi. Ve bizim məktəbdə istedadlı uşaqların çox olduğunu bilirdik, ama bu qədərini bilmirdim. Maşallah olsun, çok bacarıqlı, istedadlı, her şey qabiliyyəti olan bizim şagirdlərimiz var. Rəssam qızımız da öz qabiliyyətini göstərmiş və bunu çox əsərlərini görmüşük. Ben üç şöbədə Sökək Məclisə təşəkkür edirəm. Bu gözəl tədbiri əlçəyə gətirdiyimizə görə. En çok benim hoşuma gelen bir husus ne oldu? Siz bugün çok güzel zırhlı musikilere müracaat ederdik. Ve işte musiki nömrəni sizin tabii ki Azerbaycan Devlet Müziği şah eserimizdi. Onunla başladı. Ve siz Müslüm Agamayev'e müracaat ederdiniz. Ve kızımın arkasıyla ayrılıyız. Yani Müslüm Agamayev'e müracaat edemez. Çok büyük bir cesarettir. Həqiqi mənada mən deyərdim ki, ailimiz onu çox möhtəşəm ifa elədi. Çox da o, çox çətinlik əsərdir həqiqi mənada. Amma çox gözəl bir ifa elədi, maşallah olsun. Və siz Üzeyir Hacıbəyev var. Üzeyir Hacıbəyev Azərbaycan musiqisinin deyərdim ki, ən öndə gedən, Azərbaycan musiqisini mən deyərdim ki, ən öndə gedən bir bəstəkarıdır. Azərbaycan musiqisini məhz Üzeyir Hacıbəyevin adı ilə bağlıdır. Və siz bugün onun ən gözəl arşın olan əsərinə müraciət edədik. Ama ben deyərdim ki, bizim şagirdlərimiz o profesyonel aktörlərdən da aşağı yol oynamadılar. Təbii ki, bu bir məşrəf səhnəsində səhnələşmiş bir şagirdlər tərəfindən verilmiş bir tamaşaydı. Yəni, profesyonel səhnədə, əgər biz profesyonel rejissor bu uşaqlarla məşğul olsaydı, tutaq ki, mən deyərdim ki, aktörlərdən da bunları təyin də çox gözəl bir bizə tamaşa fikir göstərdilər. Maşallah olsun, çox istedadlıdılar, biz zövq aldıq. Ben her birinizi tebrik ederim uşaqlar bu yaradıcı faaliyetiniz münasibetiyle ve aparıcılığımız öyle geldi ki her nasıl bir ölçemli dövləti dünyaya tanıdan onun həmdəki mədəniyyətidir. Mədəniyyəti mütləq şəkildə qorunub saxlamaq lazımdır ki, onun mən deyərdim
düşmən dövlətlər qoyduğunda, məsələn, bizim qonşumuz, bədbaxt qonşularımız görürsünüz ki, bizim musiqilərimizi, hətta yeməklərimizi öz adlarına çıxartmaq istəyirlər. Ona görə də biz onları həm mətbəximizi, həm musiqimizi, mütləq şəkildə sənətimizi qorumalıyıq ki, heç kimsə ona əl uzada bilməsin. Çünki bizim həqiqi mənada tariximiz qədər, musiqimiz də, mədəniyyətimiz də hamısı zəngindir və bu zənginliyi qorumaq, gələcək nəsillərə çatdırmaq məhz məktəblərin, yəni Çininə düşür bu ağır yük və mən fikirləşərdim ki, bütün Azərbaycan təhsilinin bir məktəbi olaraq, mən deyərdim ki, öndə gedən bir məktəb olaraq, bütün sayılı məktəb bunun öhdəsindən bacarıqla gəlir, istedadlı, bacarıqlı müəllimlərinin, onların rəhbərliyi ilə, şagirdlərin köməyi ilə, eləcə də bizim şagirdləri dəstək olan, bizim gözəl valideynlərin dəstəyi ilə. Çox sağ olun, hər biri hörmətli valideynlərin dəstəyi olsun, kökəşlərimizə təşəkkür edirəm. Belə Nərgiz müəllimə təşəkkür edirəm. Belə bir tədbiri ərsəyə gətirmişsiniz. İnşallah çox sağ olun ki, belə mədəniyyətin, bizim mədəniyyətimizin, bizim sənətimizin, bizim tariximizin belə keşiyində bulunur. Yollarınız bol olsun. Təşəkkür edirəm. Bir dənə ürəkdən almışlayalım. Həqiqətən halal olsun. Mən bu il Amini, İzzəti, Firuzəni kəşf eləmişdim, bilirdim. Ancaq bugün Əzizəni, Şəhrizadı və ailəni kəşf elədim. Mən sizə deyim ki, artıq özünüzə görə stajımız var da, tədbirlər keçirməklə, aparmaqda. Bu iki uşaq Aylinlə Amin sırf indidən artıq mən sizə deyim, İncəsənət Universitetinin tələbələrdir. Elə bilmirəm, onların fikirlər yox, amma sırf elə gözəl, Şökət müəllimə çox düzdürsə, Şəhrizad verdi, Şəhrizaddan o səsi, o aktör gözləmirdim mən. Çox düzgün seçməylə Şökət müəllimə, həqiqətən əzizə halaldır. Mən bir də arzu edirəm ki, bizim gənclərimizi, bu gözəl balalarımızın gələcəkdə sevgiləri hələ Gülçöhrə ilə, Əsgər kimi, Süleymanla, Asiya kimi olsun, möhkəm, ömürlü, davamlı, daimi olsun sevgiləri. İndiki bəzi gənclər kimi yox. Bir dənə sualım var. Bu tamaşaların hazırlaşmamışdan qabaq Aşıqmalan filminə tamaşasına baxdınız ya yox? Çünki hiss olunur. Bir var müəllimin deməyi ilə, bir də var çox canlı oynadılar. Bəli, mən ona görə hər gün belə tamaşalar olsa, çox böyük məmnuniyyətlə baxaram, çox böyük zövq aldım. Həqiqətən də çox sevindim ki, belə şagirdlər yetişdiririk. Buna görə Şökət müəllimə sizə minnətdarlığımı bildirirəm. Uşaqlar, var olun, həmişə belə gözəl təsirlərdə təşkilatı çox edirəm, şınaysınıyım. Hamınızı öpürəm, bir daha da almışlar. Thank you.